Sabah xeyir olsun değerli izleyicilerimiz. Bugün fevral ayının 12'sidir ve Beynəlxalq Maliyyə Birjasında neler baş verəcək ondan önce biz dünən Signal kanalı hakkında ve eləcə də YouTube'da, Instagram'da, Facebook'da bütün sosyal şəbəkələrdə qızılın 5125'e kadar qalxması hakkında proqnozları verdi ve 5120'lere kadar qalxdı ve mükemmel bir nəticə verir və xəbərdən sonra bildiyiniz kimi vacib xəbərlərdən sonra fundamental faktorlar çox vacibdir və qiyməti hərəkətə gətirir. Texniki analiz isə hansı nöqtəyə qədər getməsi haqqında bizə məlumatları verir. Yəni texniki analiz və fundamental analizi bir yerdə işləməsi mükəmməldir və dünən qiymət 5120'lərə qədər qalxandan sonra təbii ki biz bunu YouTube kanalında da Signal kanalında da paylaşdıq və canlı olaraq rolik üzərində göstərdik ki, buy stop, sell stopları yerləşdirdi, mükəmməl bir nəticə verdi və bugün nələr baş verəcək. Eyni zamanda digər cütlüklər haqqında məlumat verdi. Yəni bütün proqnozlar mükəmməl dərəcədə öz doğruluğunu göstərdi. Bugün alışlar qızılda 5072'lərdən və 5068'lərdən gəldi. Eləcə də növbəti əməliyyatlar isə 5079'lardan. Bu qiymət 5099'a qədər, yəni 5100'ə qədər qalxması gözlənilir. Bu hələ ki 20 dollarlıq bir yüksəliş. Növbəti alışlar isə 5102'dən yəni gəlib və qiymət 5213'lərə qədər qalxması gözlənilir. Təbii ki bu bugün də olmasa, yəni həftə sonuna qədər 5213'ləri görə bilər. Satış əməliyyatları 5045'dəndir. Yəni bugün bir dönüş nöqtəsi var. Nəzər çatdırma onu 4989'a. Yəni burada oturub hansı bir xəbərdən sonra, yəni dünənki xəbərdən sonra gücü çatmadı ki, həmin nöqtəyə gəlsin. Yəni digər günlərdə və gələcəkdə gələn sabah bir gün xəbərlərdə Amerikada yenidən yaxşı çıxarsa xəbərlər, yəni qiymətin həmin nöqtəyə oturub geri qayıtması gözlənilir. Yəni biraz təhlükəli deyil enişlər, amma həmin nöqtəyə toxunub yenidən yuxarı doğru istiqamətini davam etdirməsi gözlənilir. Yəni bildiyiniz kimi dünən xəbərdən sonra, vacib xəbərdən sonra qızıl maksimum belə deyək 65 dollar eniş etdi xəbərdən sonra. Yəni bu da o deməkdir ki, yəni qızılın enməsi, sürətli enməsi bir çoxlar üçün maraqlı deyil. Yəni ona görə də qızıl təbii ki yenidən yuxarı doğru 6000'dən daha yüksəliyə doğru istiqamət alacaq. Keçə biz bir Bitcoin gümüşə çox üzrəm. Gümüşdə dünən 82-750'lərdən alış əməliyyatlar demişdik. 86 333'lərə qədər qalxdı. Mükəmməl bir nəticə verdi. Bugün 84 500'den alışlar, 82-500'den ise satışlardı. Bitcoin'e geldiğinde ise 67 dünən yəni aşağı doğru istiqamətlə davam etdirdi və günün ikinci yarısından sonra alış əməliyyatlarını demişdi. 67 300'lərdə, 68 800'lərə qədər qalxdı. Bugün alış əməliyyatları 67 800'lərdəndir və satış əməliyyatları artıq 66 800'lərdən gəldi, 66 600'lərə qədər bunu Signal kanalında paylaşmışdı. Neftə gəldiysə dünən biz nefti 69-70'də alış əməliyyatları demişdik. 71-15'e qədər qalxdı, mükəmməl bir nəticə verdi. Bugün 70-20'dən alışlar da 69-70'lərdən isə satışlar da möhkəmlənər səyir. Təbii ki bu bizim fikrimizdir, qərar sizin özünüzdür. Funtun dolar rəqabətinə gəldiysə alış əməliyyatı səhər saatlarına gəlsə belə günün ikinci yarısından xəbərdən sonra biz anonsu verdik ki yerli saatdan saat 12'dən 1'dən sonra əməliyyat açmayın, çünki Amerikada çox vacib bir xəbər var. Həmin vacib xəbərdən sonra bazar hərəkətə gələr, eləcə də oldu. Bay əməliyyatları funtun dolar rəqabətinə 1.36 350'lərdən, sellər isə 1.36 100'lərdəndir. Euro dolar rəqabətinə gəldidə isə alışlar 1.18 850'lərdən, satışlar isə artıq gəlib və nəticə olaraq kiçik nəticələr də olsa sığortalamaq mütləq lazımdır. Nasdaq S&P Dow Jones DAX-lara gəldisə, DX bunlara isə gəldikdə təbii ki bunlar hələ aşağı düşmə korreksiyaları çox az illər və ümumiyyətlə downtrenddə enmə haqqında fikirləşmirlər və enməyə təslim olmurlar. Yəni bu da onu göstərir ki, yəni bunlar Nasdaq S&P Dow Jones və DX, yəni DAX yuxarı doğru istiqamətə yenidən davam etdirəcəklər. Sağ olun, inşallah görüşmək ümidi ilə.